Wikipedia hər kəsin oxuya biləcəyi açıq ensiklopediyadır. Amma hesab sahibi olmaq sizə bir çox əlavə imkanlar verir. Məsələn, hesabınız varsa redaktörlərinizi izləyə, səhvləri geri qaytara və etdiyiniz dəyişikliklərin tarixçəsini görə bilərsiniz. Hesab həm də sizin icmada kim olduğunuzu göstərir. Başqaları sizin fəaliyyətinizi izləyə və verdiyiniz töhfələri görə bilərlər. Bu, xüsusilə uzun müddətli iştirak edən istifadəçilər üçün əhəmiyyətlidir. Çünki sizin etibarlılığınız və tanınmanız hesabınıza bağlı olur. Wikipedia'da hesab açmaq çox sadədir və hər kəs bunu edə bilər. Başlamaq üçün Wikipedia'da yuxarıda yerləşən hesab yarat düyməsini klikləyin. Burada sizdən istifadəçi adı seçmək tələb olunur. Ad seçərkən sadə, yadda qalan və neytral bir ad seçmək tövsiyə olunur. Çünki hesabınız bundan sonra sizi təmsil edəcək. Sonra parol yaradılır. Güclü parol seçmək vacibdir. Həm böyük, həm kiçik hərflərdən, rəqəmlərdən və simvollardan istifadə edə bilərsiniz. İstəsəniz elektron poçt ünvanınızı da əlavə edin. Bu, hesabınızı təhlükəsiz edir və parolu unutduqda bərpa etməyə imkan verir. İstifadəçi səhifəsi sizin şəxsi səhifənizdir. Burada özünüz haqqında qısa məlumat verə, maraqlarınızı, təcrübələrinizi və Wikipedia'ya töhfə verdiyiniz mövzuları yaza bilərsiniz. Digər istifadəçilər səhifələrinizə baxaraq sizi tanıya və əməkdaşlıq üçün əlaqə qura bilərlər. Fərdi səhifə həmçinin redaktə etdiyiniz məqalələrə bir növ vizit kart funksiyası verir. İstifadəçi adı seçərkən bir neçə vacib qaydaya riayət etmək lazımdır. Təhqiramiz və ya başqalarını incidə biləcək sözlərdən istifadə etmək olmaz. Başqa bir insanı və ya təşkilatı təqlid edən ad seçmək düzgün deyil. Sadə, yadda qalan və neytral adlar tövsiyə olunur. Çox uzun və mürəkkəb adlar həm yadda qalmır, həm də istifadəçi üçün əlverişsiz olur.